Elə hesab edirəm ki, görüşümüzdə mən də razı qaldım, Pənah bəy də razı qaldı, İsa bəy də razı qaldı. Hesab edirəm ki, Azərbaycan siyasi müxalifətinin bu vəziyyətdən çıxış yollarının ən mühüm vasitələrindən biri onların bir araya gəlməsidir. Sizdən ötərə 30 ildir həyatımı şəxsən mən hapsəcə çürütmüşəm. Mən vuruşanda, putokalar onun bunun başına sırpanda, bəlkə də səhv eləmişəm, başımda lap daşa da döymüşəm. Mən bilsəydim ki, bu gədə-güdələrin, bu pozğunların balaları gəlib, bir Azərbaycanda nazir olacaq, nazir mavun olacaqdır. Mən o işləri görmədim. Mən asıl sizə deyim. Bunlar bizim qədrimizi bilmədi. Çox ciddi etirafdır. Bəli, ciddi, səhv eləmişəm mən. İslahatlar yuvadılar. Amma islahatların da bundan artıq da yuvadılması, o da başqa ciddi bir problemlər yaradacaq. İqtidarın əməkdaşıyıq, biz də əməkdaşlığı dayandırmışıq. Bu da müsavat qalır, xaç səfərdə biz qalırıq. Mən şəxsən istisna eləmirəm ki, orada bir neçə partiyanın da iştirakı arzu olunandır, gözləniləndir və mümkündür və istisna deyil.